1980-cı il Əlində cavab ver. Əlində su var, dağıtdı. Xacı Cələli xan və Cənabəli xan. Onlar ikisi də hökmdar idi. Şeydir. Bunlar da artıq başa düşməlidirlər ki, evdə Azərbaycan dilində danışmaq lazımdır ki, uşaqda bu dil haqqında sadə oxunaqlı bir təsəvvür yaransın ki, onlar kitabları da o formada, yəni Azərbaycan dilində tam mənimsəyə bilsinlər. Yenə deyirəm, burada valideynlə yanaşı həm də müəllimlərin üzərində böyük bir məsuliyyət düşür və bir də müəllimlər də əgər rus dilində tədris edirlərsə, onların da Azərbaycan dilində tədrisi çətinlik yaradırsa, təbii ki, onların da kitabları başa düşməsində bir qədər mən görmüşəm, şahid olmuşam bəzi məktəblərə gedəndə. Bu da böyük bir problem yaradır. Azərbaycan dilində. Ümumiyyətlə bilmir. Azərbaycan dilində rusca deyil. Лидера, как ты понимаешь? На русском скажи свое мнение. Да. Тот, кто все выпадает, например. Ага. Правит. Хорошо, правит. Ага. Bu istiqamətdə daha effektiv nəticə əldə etməyin yollarından biri kimi dərsdənkənar məşğələlərin prosesə cəlb edilməsinin önəmini də vurğulayanlar var.